D1C olan, diagonallar D1, D2 olan trapesiyanın D1, D2 diagonallarının perpendikulyar olarsa, S olsun 2 bərabər kök altında D1 kvadrat D2 kvadratı olduğunu deyir. İspat elə. Bax, bir dənə trapesiya çəkərək, biz bunu təzəlisdə sizdən misalını işləmişik. Yadınıza gəlmir? Səhvlərin həmsə cavabda 5 alınmışdı. Bax, deyir ki, bura A'dır. Özümdən bura bir A yazıram, bura B yazıram, həmişə yazdığımız kimi. Trapesiyanın orta xətti nədir? Oturacaqların cəmini yarısı. Bəli? Bəli. Diagonallar çəkirəm. Digər diagonalda çəkirəm. Diagonallar deyil perpendikulyardır. Sonra yadınıza gəlmiş olar. Burada bir parallelogram düzəldirdik. Görün nətə belə. Belə. Buna paralel aparacağım. Məncə düz demişəm. Belə eləmirdik mi? Belədir. Belə daxil. Eyni şeydir. Yəqin ki, sən də başqa yerdə düzəldirsən. Bax, özümdən parallelogram düzəltdim. Məndə də alınır. Parallelogram alınır. Düzdür mü? Parallelogram alınır deyən, parallelogram alınır deyəndə belə pis çıxır da. Belə deyim. Elə bil, deyirəm, buna paralel xətt çəkdi. Buna paralel xətt deyildi, onsuz da uzatdım. Düzdür? Parallelogram olduğuna görə, falezdə deyək ki, paralel düz xəttlər arasında qalan parçalar bərabərdir. Düzdür mü? Bura A'dırsa, burada A'dır. Normalda nisbət bərabərdir deyir. Amma sırf bir-birinə bərabərdirsə, yenə onlar da paraleldirsə, mütləqcə bir-birinə bərabərdir. Həmişə deyirəm, lövhə paraleldir. Buradan bura qədər məsafə lövhədə nə qədərdirsə, buranı da ölçsək həmən məsafədə olacaq. O kimi bir şey. Başa düşdün mü? Yaxşı. Buranı da bilirik. İndi görün nə deyirik? Asiyə. Deyirik ki, bu buna perpendikulyardırsa, bunu sürüşdürüb bura gətirmişəmsə, yenə buna paralel olacaqdırsa, yəni bu buna paraleldirsə, bu buna perpendikulyardırsa, buna da perpendikulyar olar. Düzmü deyirəm? Və diagonalın bu D1 idi, bu D2 idi. Bunu paralel köçürmüşəm deyə, bu da D2-dir. Düzdür mü? Qutardı. Pifagora görə katetlərin kvadratlar cəmi hipotenuzun kvadratına bərabərdir. Olar mı? Qutardı. Aşlıca B yazmıram. Onun əvəzdə nə yazıram? Çiti. Deməli, yekunda alıram. D1-in kvadratı üstəcə D2-in kvadratı bərabərdir. Deməli, 2C yazmışamsa 2C'nin də kvadratı 4C kvadratı olur. Hər tərəfdən kök alıram və C'ni tapmağa çalışıram. C bərabər olar səfər nəyə? Kök altında D1-in kvadratı üstəcə D2-in kvadratı bölünsün ki, 4-dən kökdən çıxdı ki, tutardı. Biz bir dənə də qayda bilirdik. Diagonallar perpendikulyar olanda bərabər yanlıda nə olur? Bax, əgər bərabər, bununla əlaqəsi yoxdur, sadəcə qayda təkrar eləyək. Əli bilirsən buna? Nətər yazılır? Bərabər tərəfli trapesiyada diagonallar perpendikulyar olanda nə olurdu? Yanlı demək istədiniz. Bərabər yanlı, əsəbləşməyin. Bərabər yanlı trapesiyada diagonallar perpendikulyar olanda nə oldu? Hündürlük bərabər oldu. Orta xəttə, yaxşı. Bir dənə də qaydamız var. Düzbucaqlı trapesiyada diagonallar perpendikulyar olarsa olur. H kvadratı bərabərdir. A, B-yə. Yenə deyirəm, bu misalla bir əlaqəsi yoxdur. Sadəcə təkrar eləyək deyə. Təbii ki, onu da ispat eləmək olar.